14 may 2025-ci il. Yenə bax, Ağdam rayon Sultanbud kənd tam orta məktəbi. Həmənki vəziyyətdir. Xeyirdi Mayna ilə. TikTok'a salmayayım neyiniyim ki, yaxşı istəmirsinizsə TikTok'a düşmək. Bunu yığışdırın da, nə? Ayıq deyil. Nədən ötərdi? Mən o günlər Xatirə Məmmədovada, direktora da zəng edib deyirəm, deyənə deyirsiniz ki, yox, bax bir belə cəmaatı qoymuşsunuz burada çöldə, valideyn də hamı gəlir. Gərək, yaxşı dərs vaxtıdırsa nədir o elə? Gedək, bax o uşaq çöldə nəzir? Onların dərsindir başlayır. Hay? Müəllim, saat düzə bilsən neçədir? Yox, körpə uşaqlar gec başlayır. Neçədə başlayır? 10'da. 10'da. Ağdam rayon Sultanbud kənd tam orta məktəbindən şikayət. Direktor iddiaları təkzib edir. Ağdam rayon Çullu kənd sakini Allahverdiyev Azər Məhəmmədoğlu Ağdam rayon Sultanbud kənd tam orta məktəbinin direktoru Xatirə Məmmədovanın fəaliyyətindən və idarə etməsindən narazı. Media qrupumuza müraciət edən Allahverdiyev video kadrları təqdim edərək səsləndirdiyi fikirlərə aydınlıq gətirmək üçün Ağdam rayon Sultanbud kənd tam orta məktəbinin direktoru Xatirə Məmmədova ilə əlaqə saxladı. Xanım direktor səsləndirilən fikirlərlə razılaşmayaraq qeyd edir ki, məktəbdə elektrikin olmaması xətlərdə nasazlığın yaranması səbəbindən olmuşdur. Nasazlığın aradan qaldırılmasına zaman lazımdır. Artıq elektrik məsələsi öz həllini tapmışdır. Edilən digər iddialar da doğru deyil. Azər Allahverdiyevin məktəbdə çəkdiyi kadrların bir qismini təqdim edirik. Dövlət sizə maaş verir. Götürün, düzəltdirin. Mən düzəltməli deyil, amma düzəltməliyəmsə düzəltdirin. Mən də bilim ki, bir daha, baxın. Az yaşlı uşaqlar burada hamısı qalıb qaranlıq otaqda. Bu nədir? Gəl bax da. 22 aprel 2026-cı il. Gecə saat 11-in demək olar ki, yarısıdır. Bura Ağdam rayonunun Çullu kəndində yerləşən Sultanbud kənd tam orta məktəbidir. Deməli, dəfələrlə bu Sultanbud kənd tam orta məktəbinin nöqsanları ilə bağlı şikayət və müraciətlər bildirsək də, nədənsə bu məktəbə tədbir görən yoxdur. Məktəbin direktoru da bu barədə danışmışıq ki, məktəbin gecə mühafizəçisi baxın, yerində olmur. Mən bax, gəlmişəm bu ərazidə belə çəkilişlər aparıram ki, yəni aidiyyəti qurumlar bu və digər video çəkilişlərim təqdim edəcəm sizə. Baxın, bu ərazidə mühafizə yoxdur. Məktəb qalıb nəzarətsiz. Bu birinci dəfə deyil. Bir neçə dəfədir. Belə gəlib gəzirik. Yenə deyirəm, 22 aprel 2026-cı il gecə saat 11-in yarısından keçmiş olar, 11-in yarısı deyək. Bax, bu ərazimə gəlib həməşəki kimi gəzirəm. Amma çox təəssüflər olsun ki, mühafizə xidməti yerində yoxdur.